Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün sizlərlə dəyişik ləzzətləri sevən, amma çox sadə bir yemək paylaşacağım. Çox bəyənəcəksiniz. Videonun sonuna qədər izləməyi unutmayın. Bəyəndinizsə like edib dəstək olmağı da unutmayın. Keçək hazırlama qaydasına. Öncəliklə toyuğun döşətini gördüyünüz şəkildə bu şəkildə nazik-nazik doğrayıram. Daha sonra həmin doğradığım fileni üzərinə streç klok sərib, yaxşı-yaxşı ət döyəndən döyəcəliyirəm. Langetlər hazır olduqdan sonra tavaya duru yağ əlavə edirəm və o yüz bu yüz qızardıram. Bir üzü qızardıqdan sonra duz və istiot əlavə edirəm zövqə görə. Daha sonra çevirib o biri üzünü qızardıram. Bu arada qeyd edim ki, qazı gürxodda yandırmışam ki, ətin suyu çıxmasın. Filelər bu şəkildə hər iki tərəfi qızardıqdan sonra tavadan götürürəm və püreni hazırlayıram. Kartofu soyub yumuşam və tam yumuşalmasını gözləyirəm. Kartof yumuşaldıqdan sonra suyunu süzürəm. Daha sonra zövqə görə duz, istiot, sarı kök və kərə yağı əlavə edib püre halına gətirirəm. Pürem də hazır olduqdan sonra soba listinin içərisinə öncəliklə püreni əlavə edirəm, yayıram hər tərəfinə və üzərindən Holland pendiri əlavə edirəm. Holland pendiri sürtkəcdən keçirtmişəm və Holland pendirinin üzərindən isə halqa-halqa doğradığım pomidorları yığıram və daha sonra qızartdığım toyuq ətini yerləşdirirəm. Və toyuğun üzərindən də qalan pendiri əlavə edib əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada alt üst rejimdə yarım saat bişirirəm. Yarım saatdan sonra sobadan çıxardıram və möhtəşəm yeməyim hazırdır. Üzərinə zövqə görə göy ət əlavə edirik və süfrəyə təqdim edə bilərsiniz. Dadını soruşursunuzsa, dadı çox ləzzətlidir, həm çox doyumludur. Bu gördüyünüz bu yemək 8 nəfər rahat yeyə bilər. Həm doyumludur, həm tutumludur, həm də çox ləzzətlidir. Hazırlamağınızı tövsiyə edirəm. Bəyəndinizsə videoya like edin, göz haqqınızı halal edin. Sağ olun, salamatla qalın.